Herkese salam. Belə bir sualımız var. Verilmiş iki paralel düz xəttdən birini kəsən düz xətt, o birini kəsməyə bilərmi? Gəlin biz iki düz xətt çəkək. Bu olsun A düz xətti. Birini də ona paralel, biraz aşağıdan B düz xətti çəkək. Gəlin adlandıraq A düz xətti, B düz xətti. İndi bizə deyir ki, verilmiş iki paralel düz xəttdən birini kəsən, gəlin biz A düz xəttini C düz xətti ilə kəsək. Yəni A düz xəttini kəsən bir C düz xətti çəkək. Bu da olsun C. Və deyək ki, A düz xəttini C düz xətti bir A nöqtəsində kəsir. Bura qədər məncə hər şey aydındır. İndi bizə deyir ki, bu C düz xətti B düz xəttini də kəsirmi? Baxın, əgər C düz xətti B düz xəttini kəsməsəydi, onda bu A nöqtəsindən B xəttini kəsməyən iki düz xətt keçərdi. Yəni bu həm A ona paralel olardı, həm A düz xətti olardı. Həm də bu A nöqtəsindən bir düz xətt keçərdi və bu da B-ni kəsməzdi. Amma burada da bir səhvlik yaranırdı. Çünki bizim qaydamız buydu. Paralel düz xəttlərin əsas xassəsi buydu ki, müstəvidə verilmiş düz xətt üzərində olmayan nöqtədən yalnız və yalnız ən çoxu bir paralel düz xətt keçirtmək olar. Və bu xassəni də burada tətbiq eləyəndə bir çıxılmazlıq, bir səhvlik alınır. Deməli, A düz xəttini kəsən C düz xətti ona paralel olan, yəni A-ya paralel olan B düz xəttini də kəsməlidir.